İsrail Hərbi Hava Qüvvələri İranın qərbindəki hərbi obyektlərə zərbələr çərçivəsində Təbrizdə Sepahın silah anbarlarını vurub. Bu barədə İsrail ordusu məlumat yayıb. İnternetə girişdə məhdudiyyətlər olduğu üçün itkilər barəsində məlumat yoxdur. Fordo nüvə obyekti ABŞ Hərbi Hava Qüvvələri tərəfindən hücuma məruz qalıb, lakin ciddi zədə almayıb. Bu barədə Fars agentliyi məlumat yayıb. Yüksək Çinli İranlı məmur isə Reuters açıqlamasında deyib ki, Fordodakı yüksək zənginləşdirilmiş uranın çox hissəsi ABŞ-ın hücumundan əvvəl naməlum yerə aparılıb. Qeyd edək ki, peyk görüntüləri Fordo önündə 2 gün əvvəl çoxsaylı yük maşınlarının karvanını təsdiq edir. İran İsrailə səhər hücumu zamanı ilk dəfə yeni 2000 kilometr mənzilli Xeybər raketindən istifadə edib. Bu barədə Mehr agentliyi məlumat yayıb. İranın İsrailə səhər hücumunun hədəfləri bioloji tədqiqat mərkəzi, Ben Gurion hava limanı və müxtəlif səviyyələrdəki komanda və idarəetmə mərkəzləri olub. Bu barədə Sepahdan məlumat verilib. Qeyd olunub ki, səhər hücumu Doğru Vəd 3 əməliyyatının 20-ci dalğası idi. Qeyd edək ki, bugün İranın İsrailə raket zərbələri nəticəsində 16 mülki şəxs yaralanıb. ABŞ-ın İrana gecə zərbələrindən sonra bəzi ölkələr nüvə silahlarını Tehrana təhvil verməyə hazırdır. Bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib. Amerikalılar gecə İranda 3 nöqtəyə zərbə endirməklə nəyə nail olublar? Nüvə sisteminin kritik infrastrukturu görünür zədələnməyib və ya cüzi zədələnib. Nüvə zənginləşdirilməsi və gələcəkdə nüvə silahının istehsalı davam edəcək. İranın ABŞ-a qarşı istənilən qisas cəhdi bu axşam nümayiş etdirilən gücdən qat-qat üstün bir qüvvə ilə cavablandırılacaq. Bunu ABŞ prezidenti Donald Trump deyib. Hörmüz boğazı bir neçə saat ərzində bağlanacaq. Bunu Sepahın Hərbi Dəniz Qüvvələri komandanı kontr-admiral Əlirza Tanksiri deyib. İranın Xarici İşlər Naziri Abbas Arakçı da məsələ ilə bağlı qeyd edib ki, Tehran üçün müxtəlif variantlar mövcuddur. Xəbər verdiyimiz kimi, səhər saatlarında ABŞ İranın 3 nüvə obyektinə zərbə endirib. Zərbələrin nəticələri hələlik bilinməsə də, ABŞ-ın hücumunun detalları haqqında məlumat yayılmaqdadır. Siyasi təhlilçilər məlumatları bu formada paylaşıb. 6 ədəd B-2 bombardımançısı yerin dərinliyində yerləşən Fordo nüvə obyektinə onlarla 30.000 funtluq bomba atıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı qayıqları isə Natans və İsfahan obyektlərinə 30 ədəd Tlam qanadlı raket buraxıb. 1 ədəd B-2 bombardımançısı Natas obyektinə 2 GBU-57 bombası atıb. ABŞ bugün döyüş şəraitində 30.000 funtluq GBU-57 bunkerə qarşı bombanın tarixdə ilk dəfə istifadə edib. İran, İsrail və ABŞ-ın dağıtdığı danışıqlar masasına necə qayıda bilər? Bunu İranın Xarici İşlər Naziri Abbas Arakçı deyib. Keçən həftə biz ABŞ-la danışıqlar apararkən İsrail diplomatiyanı məhv etmək qərarına gəldi. Bu həftə biz Avropa üçlüyü və Avropa Birliyi ilə danışanda ABŞ bu diplomatiyanı məhv etmək qərarına gəldi. Bu vəziyyətdən hansı nəticəyə gəlmək olar? Britaniya və Avropa Birliyinin xarici siyasət rəhbərinin nöqteyi nəzərindən İran danışıqlar masasına qayıtmalıdır. Bəs İran heç vaxt tərk etmədiyi və dağıdılan bir yerə necə qayıda bilər? Donald Trump ən təhlükəli rejimi və ən təhlükəli silahından məhrum etdi. Bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib. Netanyahu Trump'ın addımlarını cəsur və tarixi adlandırıb. Amerika heç bir ölkənin etmədiyini etdi. Tarix yazacaq ki, Prezident Trump dünyanın və ən təhlükəli rejimini ən təhlükəli silahlardan məhrum etmək üçün hərəkət etdi. Yəmən, İran və İsrail arasında müharibəyə qoşulmağa hazır olduğunu bəyan edib. Bu barədə Hüsi ordusunun X sosial şəbəkəsində məlumat verilib. Yəmən rəsmən müharibəyə qoşulacaq. Gəmilərinizi bizim ərazi sularımızdan uzaq tutun. Artıq Yəmənin Bab əl-Məndəb boğazını bağladığı deyilir.
İsrail Hərbi Hava Qüvvələri Desful hava limanında İrana məxsus 2 F-5 qırıcısına, eləcə də ölkənin mərkəzi hissəsində onlarla hərbi obyektə zərbə endirib. Bu barədə İsrailin müdafiə ordusu məlumat yayıb. Bu səhər hücumlar zamanı isə 8, o cümlədən İsrail ərazisinə dərhal raket atmağa hazır olan 6 buraxılış qurğusu məhv edilib. İyunun 23-də Beynəlxalq Atom Enerjisi Agentliyi iclas keçirəcək. Bu barədə qurumun baş direktoru Rafael Grossi məlumat verib. İrandakı fövqəladə vəziyyəti nəzərə alaraq mən sabah Magetinin Rəhbərlər Şurasının fövqəladə iclasını çağırıram. Qeyd edək ki, iyunun 22-sinə keçən gecə ABŞ İranın Fordo, Natans və İsfahandakı 3 nüvə obyektinə zərbə endirib. İranın Xarici İşlər Naziri Abbas Arakçi Moskvaya gedib. Bu barədə Arakçi açıqlamasında deyib. Onun sözlərinə görə, sabah Rusiya prezidenti Vladimir Putinlə məsləhətləşmələr keçirəcək. Moskva və Tehran arasında strateji tərəfdaşlıq var. Beynəlxalq Atom Enerjisi Agentliyi ABŞ-ın zərbələrindən sonra mümkün radioaktiv çirklənmə barədə xəbərdarlıq edib. Mageti ABŞ-ın İrandakı nüvə obyektlərinə endirdiyi zərbələrin nəticələrini qiymətləndirib. Bu barədə qurumun saytında yerləşdirilən məlumata deyilir. İyunun 13-də İrana edilən hücumlardan əvvəl Magetinin təsdiq etdiyi son məlumata görə İsfahan və Natansa daxil olmaqla ABŞ-ın hədəf aldığı 3 obyektdə müxtəlif səviyyələrdə zənginləşdirilmiş uran şəklində nüvə materialı olub. Bu da hücuma məruz qalan ərazilərdə radioaktiv və kimyəvi çirklənməyə səbəb ola bilər. Bunkerdə gizlənən İranın dini lideri Əli Xameneyi öldürülmək təhlükəsindən ehtiyat etdiyi üçün bütün elektron əlaqəni kəsib. Bu barədə New York Times nəşri məlumat yayıb. O yalnız ən etibarlı bir nəfər vasitəsilə hərbi komandirlərlə əlaqə saxlayır. Çevriliş baş verəcəyi təqdirdə Rusiya qaçmaq üçün hazırlıqlara başlayıb. Məlumatda qeyd olunur. Nəşrin məlumatına görə Xameneyi yüksək rütbəli komandirlər öldürürlərsə, onların yerini tuta biləcəyi şəxsləri əvvəlcədən təyin edib ki, hərbi komandanlıqda ardıcıllıq pozulmasın.